Azər Qasımlı həbs olunan gün 9 dekabrda burada neçə jurnalist var idisə, bugün üzərindən 4 ay keçəndən sonra apreldə neçə jurnalistin olmağı Azərbaycandakı vəziyyətin göstəricisidir. Bugün Azərbaycanda artıq Azad Media adına hansısa bir institusional media qurumları qalmayıbdır. Meydan TV azdan çoxdan müəyyən bir institusional dayağı olan, imkanları olan bir media qurumu idi. Artıq onu da aradan götürməyə qərar veriblər. O cümlədən də təbii ki, siyasi partiyalar, QT rəhbərləri, QT-lər ümumiyyətlə indi qalanları da böyük ihtimal bir onları da həbs edəcəklər. Bir də bugünkü hadisə ilə bağlı bir məsələni də qeyd edeyim. Şəxsən mənim gördüyüm... Bugün Azər Qasımlı barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddətinin 2 ay uzadılmasına da təqdimat və vəsadətə baxıldı. Məhkəmə əlbəttə ki, təmin etdi, başqa bir şey də gözləmirik. Bu tip işlərdə ümumiyyətlə məhkəmə yoxdur. Azər Qasımlı da özü də etiraz elədi. Bu qondarma ittihamla bağlı, istintaqla bağlı. Uzadılmasını ondan əsaslandırırlar ki, Azər Qasımlı çölə çıxanda danışır. Yəni ondan əsaslandırırlar. Adam artıq bir sözü 50 dəfə deyir ki, məhkəmədə ki, şeydir, mən təqsirsizəm. Yəni onun həbsinin yeganə səbəbi onun ictimai-siyasi fəaliyyətidir. Yəni ona qarşı açılan bu cinayət işi saxtadır, qondarmadır. Hər hansı bir hüquqi əsası yoxdur. Yəni istənilən adamı bu ölkədə ictimai-siyasi fəaliyyətinə görə həbs edə bilərlər və o cümlədən də Azər Qasımlı qeyd etdi ki, mən də məhz həmin həbs olunan şəxslərdən sadəcə biriyəm. Yəni hal-hazırda istintaq əslində yekunlaşmalı idi, bizə belə demişdilər. İndi də məhkəmədə belə müstəntiq belə dedi ki, gələn həftə yekunlaşacaq. Yəni sadəcə bu versiyadır. İndi onun nə qədər real olub-olmaması bizə bəlli deyil. Zaten istintaq yoxdur. Adamı təcrid eləmək lazım idi, təcrid eləyiblər və salam. Əslində bugünkü məhkəmə prosesindən, dırnaqarası məhkəmə prosesindən heç nə gözləmirdik və bilirdik ki, ölkədə bu təcrübə digər ictimai fəallarla, media nümayəndələri ilə, jurnalistlərə qarşı, ümumiyyət bu hökumətin tənqidçilərinə qarşı necə bu şovlar, məhkəmə şovları, saxta qondarma ittihamlar hansı ssenarilər üzrə davam edirdisə, mən də gözləyirdim ki, bugün növbəti 4 ay, amma vəkilin dediyinə görə 4 ay deyil, 2 ay müddətinə artırıldı. Bu deməkdir ki, 2 aydan sonra yəqin ki, onlar artıq cinayət işini yekunlaşdırıb, dırnaqarası cinayət işini yekunlaşdırıb məhkəməyə müraciət edəcəklər. İşi məhkəməyə göndərəcəklər. Proseslə bağlı mən bir daha onu demək istəyirəm ki, hətta bugünkü bizim burada olduğumuz, ətrafımızda olan jurnalistlərin sayı Azərbaycanda vəziyyətin hardan hara gəldiyini göstərir. Azər Qasımlı həbs olunan gün 9 dekabrda burada neçə jurnalist var idisə, bugün üzərindən 4 ay keçəndən sonra apreldə neçə jurnalistin olmağı Azərbaycandakı vəziyyətin göstəricisidir ki, məqsəd yalnız medianı, müstəqil medianı qapatmaq, hakimiyyəti tənqid edən, sözün həqiqətini deyən, doğrunu danışan insanları səhnədən uzaqlaşdırmaqdır. Bugün Kürdəxanda yerləşən bir sayılı Bakı təcridxanası əslində təcridxana deyil, ona mən girovxana deyərdim, girovluq deyərdim ki, bütün hakimiyyətin xoşuna gəlməyən insanları ora göndərirlər, girov məqsədi ilə göndərirlər. Azər Qasımlı da onlardan biridir.